Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İsrail Lübnanda Hizbullah komandirlərindən birini zərərsizləşdirdi. İndi isə daha ətraflı boş vədlər və nəticəsiz görüşlər Urmu gölünün bərpasına kömək etməyəcək. Nəticəli tədbirlər gündəmə gətirilməlidir. Bunu Urmiyanın İran parlamentindəki nümayəndəsi Salam Zakir deyib. Salam Zakir, Urmu gölünün bərpa olunmayacağı təqdirdə bölgədə milyonlarla insanın həyatının təhlükəyə düşəcəyi barədə xəbərdarlıq edib. Millət vəkilinin bu xəbərdarlığı həm də Urmu gölünün əsas su təminatçılarından biri olan Cığatı çayının vurulması ilə eyni vaxtda təsadüf edir. Saqqız dağlarından qaynaqlanan 240 km uzunluğu olan Cığatı çayı Sayınqala rayonundan və Qoşa çay düzənliyindən keçərək Urmu gölünə tökülür. Çayın qurulması ilə onsuz da acınacaqlı vəziyyətdə olan Urmu gölündə yay aylarında ekoloji problemin daha da dərinləşəcəyi gözlənilir. Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, minimum ekoloji sahəsi 4635 kvadrat kilometr olmalıdır. Hazırda isə göldə mövcud olan suyun miqdarı 1 milyard 570 milyon kubmetr, gölün sahəsi isə 1100 kvadrat kilometrdir. Tanınmış Azərbaycanlı sənədli kino rejissor Məhəmməd Əli Muradi Qızıl və Çörək adlı videosunda Tikantəpə mədənilərinin talan edilməsini, yoxsulluğu, işsizliyi və bölgə xalqının şiddətli köçünü işıqlandırıb. Hazırlanan videoda deyilir, Tikantəpənin coğrafi mövqeyi və strateji əhəmiyyəti ondadır ki, o Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan və Sənəndəcin 4 vilayətinin qovşağında yerləşir. Bölgədə zəngin yataqların, nəhəng qızıl mədənlərinin və onlarla daş mədəninin olmasına baxmayaraq, Tikantəpə bu sərvətlərdən faydalanmaq əvəzinə onların qurbanına çevrilib. Mədənlərin qeyri-standart şəkildə istifadə edilməsi ətraf mühitin məhvinə səbəb olub və sakinlərin sağlamlığına da ziyan vurub. Yoxsulluq və işsizlik yerli əhalinin mərkəzi şəhərlərə geniş miqrasiyasına səbəb olub, Saqqız və Divandərə kimi şəhərlərdən gələn qeyri-yerli mühacirlər onların yerini alıb. Bu proses şəhərin demoqrafik strukturunu dəyişdirib və Tikantəpə immigrantları qəbul edən, lakin yerli kimliyi olmayan bir şəhərə çevrilib. Tikantəpənin geridə qalmasının əsas amillərindən biri də müvafiq kommunikasiya yollarının olmamasıdır. Ərəbçi, Yastıkənd yolu və Köhnə Tikantəpə Marağa marşrutu kimi yarımçıq qalmış layihələri tamamlamaq bu şəhəri Zəncana, Marağa, dəmir yoluna və nəticədə Təbrizə birləşdirə bilər. Təbrizə yenidən birləşmək bu bölgəni indiki çıxılmaz durumdan xilas etməklə yanaşı, həm də Azərbaycanın bu tarixi şəhərlərinin iqtisadi və milli dirçəlişinə səbəb ola bilər. İranda fars faşizmi, nitq sənəti dərsləri adı altında türk dilini və türk uşaqlarının şivəsini məhv etməyə çalışır. Nitq sənəti dərslərindən birinin videosunun ictimaiyyətlə yayılması Güney Azərbaycan mediasında geniş əks-səda doğurub. Bu videoda bir müəllim türk uşaqlarına farsçanı ana dili kimi necə danışmalı olduqlarını öyrədir və onlara fars şivəsi ilə danışmağı tapşırır. İranda vaxtaşırı təkrarlanan belə hallar rejimin din pərdəsi altında gizlətməyə çalışdığı gerçək üzünü aydın göstərir. Belə ki, İranda yaşayan və əhalinin ciddi bir kəsimini təşkil edən türklərin dili dövlət dili statusu daşımalı olduğu halda öz məktəblərindən belə məhrum edilir və hələ bu azmış kimi türk balaları dürlü assimilyasiya siyasətlərinə qurban edilib, dilləri unudulur. Azərbaycan xalqının dilini və tarixini saxtalaşdırmaqla məşğul olan Həsən Ənvəri Təbrizdə danışmağa dəvət edilib. Fars Dili Akademiyasının üzvü Həsən Ənvərinin Azərbaycan türk xalqının dili və tarixi ilə bağlı yalan və həqiqətə uyğun olmayan açıqlamaları Azərbaycan xalqını qəzəbləndirdiyi halda Şəhriyar Araşdırmaları Vəqfi bu şəxsi mayın 31-i şənbə günü axşam Təbrizdə keçirilən mərasimdə çıxış etməyə dəvət edib. Bir müddət əvvəl Həsən Ənvəri İRNA-ya bağlı media proqramında çıxış edərək Azərbaycan xalqının türk dilini Azər adlandırıb və onu yanlış olaraq İran dili hesab edib və gülünç bir bəyanatla Azərbaycan türklərinin Osmanlı istilasından sonra türkləşdiyini iddia edib. Nəticədə bir çox Azərbaycan vətəndaşları, tədqiqatçıları, mədəniyyət fəalları bu yalan bəyanatlara reaksiya veriblər. Qeyd edək ki, Şəhriyar Araşdırma Vəqfi Böyük Şəhriyarın adını daşısa da İran şəhəri aşistlərinin Təbrizdəki yuvalarından biridir. Ərdəbil və Təbriz şəhərlərində bütün növ çörəklərin qiyməti bahalaşıb. Bu barədə Təbriz mediası məlumat yayıb.
Məlumata görə Ərdəbil əyalətinin un və çörək qərargahı qiymət artımını təsdiq edib. Təbriz fərmandarlığı da yaydığı bəyanatda qarşıdakı bir neçə gün ərzində yeni qiymətləri elan edəcəyini bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Təbrizdə çörəyin bahalaşması barədə xəbərlər yayılsa da fərmandarlıq bunu təsdiq etməmişdi. Bəzi çörək növlərinin qiyməti 50%-dən çox artıb. Qoşaçaylı Məhəmməd Həsən Rəhimidən 5 aydır ki, xəbər yoxdur. Yerli mənbələrin məlumatına görə Azərbaycanla bağlı mövzularda yazılar dərc edən sosial şəbəkə fəalı Məhəmməd Həsən Rəhimi təxminən 5 ay əvvəl Çalxamaz kəndinin mərkəzi küçəsindən günorta çağı qəfil qaçırılıb və o vaxtdan bəri ondan xəbər yoxdur. Yaxınlarının və yerli əhalinin verdiyi məlumata görə onun yoxa çıxmasından sonra ilk günlərdə bəzi yerli sakinlər və qeyri-rəsmi məlumatçılar onun kəşfiyyat qüvvələri tərəfindən həbs olunduğunu elan ediblər. Lakin təhlükəsizlik orqanlarından heç biri onun həbsinə görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib. Hətta bəzi hallarda onun həbsdə olması iddiası da təkzib olunur. İranda yük maşınları sürücülərinin 9-cu günündə daha bir neçə şəhərin sürücüləri işlərini dayandıraraq eyləmə qoşulub və bununla da tətilə qoşulan şəhərlərin sayı 152-yə çatıb. Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yükdaşıma tariflərinin az olmasına etiraz edirlər. Məlumatlara görə sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətlərində də problemlər yaranıb. İranda yük maşınları sürücülərinin tətil eyləmində iştirak edən və ya sosial mediada buna dəstək verən 25 nəfər həbs edilib. Sürücülərin tətil eyləmini dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, bir neçə şəhərdə 25 nəfər həbs edilib. Onlar sürücüləri tətilə təşviq və təhrik etməkdə günahlandırıblar. Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Xidməti İranı bu ölkədə casusluq fəaliyyəti həyata keçirməkdə ittiham edib. Bu barədə Finlandiya Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı yeni hesabatında bildirib. İlk dəfədir ki, Helsinki İranı Finlandiyaya qarşı casusluqda fəal olan ölkələrdən biri kimi rəsmi olaraq tanıyıb. Təşkilat Tehranın keçmişə nisbətdə daha aqressiv mövqe tutduğunu, Rusiya və Çinlə yanaşı Finlandiyanın kəşfiyyat təhdidləri sırasına qoşulduğunu qeyd edib. İranın xüsusilə sığınacaq axtaran şəxslərə qarşı casusluq fəaliyyətinə toxunan SUPO xəbərdarlıq edib ki, bu hərəkətlər avtoritar rejimlərin xaricdəki müxaliflərə nəzarət və izləmə strategiyalarının bir hissəsidir. İran Ali Məhkəməsi ilkin məhkəmənin İsrailə casusluqda ittiham olunan Məhəmməd Əmin Məhdəvi şaistə barəsində çıxardığı edam hökmünü təsdiq edib. Ötən ilin noyabrında Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Məhəmməd Əmin Məhdəvi şaistəni düşmən ölkə ilə əməkdaşlıq və İslam müqəddəslərini təhqir etməkdə günahlandırmışdı. İnsan haqları təşkilatları 27 yaşlı Məhəmməd Əmindən işgəncə altında məcburi etiraf alındığını və onun İsrail əməkdaşlığını sübut edən heç bir faktın olmadığını bildiriblər. Davam edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Bəylik kəndinə 38 ailə, yəni 153 nəfər köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailədən ibarət 363 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Rus ordusuna Çin, İran, Kenya və digər ölkələrdən yeni döyüşçülər gəlir. Qeyd edilir ki, cəbhə bölgəsində toplaşan muzlular Toretsk uğrunda döyüşlərə hazırlaşırlar.
Sosial şəbəkələrdə yayılan məlumata görə Rus ordusu Toretsk uğrunda döyüşlər üçün Çin, İran, Kenya və digər ölkələrdən əsgər heyəti ilə gücləndirilib. Xarici media orqanlarının hesabatları göstərir ki, İranın köməyi ilə Rusiya pilotsuz uçuş aparatlarının istehsalını artırıb. Vaşinqtonda yerləşən Tədqiqat İnstitutunun yeni hesabatına görə İran öz yerli dron istehsalı ilə Rusiyaya geniş şəkildə kömək edir. Sızdırılan məxfi məlumatlar göstərir ki, İran şirkəti Sahara Thunder, Rusiyanın Alabuqa şirkəti İranın Şahid 136 dronunun Rusiya istehsalı variantı olan Geran 2 dron istehsalı üçün texnologiya təqdim edib. Qeyd edək ki, 2025-ci ildə Rusiyanın Ukraynaya hər gecə orta hesabla 100 Şahid tipli pilotsuz təyyarə ilə hücumları artıq adi hala çevrilib. Mayın 25-dən 26-sına keçən gecə Moskva, Ukrayna şəhərlərinə qarşı müharibənin ən böyük pilotsuz təyyarəsi və raket hücumlarından birini həyata keçirib. Ukrayna rəsmilərinə görə 355 Şahid tipli pilotsuz uçuş aparatı ilə hücuma keçilib. Müdafiə Kəşfiyyat Agentliyinin son ümumdünya təhdidlərinin qiymətləndirilməsi adlı hesabatı göstərir ki, Rusiya, İran, Şimali Koreya və Çin ilə kosmik və nüvə raketlərində tətbiq oluna bilən texnologiya, təcrübə və materialların paylaşılmasını genişləndirir. Fələstinin Həmas hərəkatı hazırda Qəzza zolağında atəşkəs üçün aldığı son təkliflə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib. Bu barədə Həmas təşkilatının bəyanatında deyilir. Həmas, Fələstin qrupları ilə Amerikanın xüsusi nümayəndəsi Steven Witkoffun atəşkəs təklifini müzakirə etməyə davam edir. Qeyd edək ki, mayın 30-da hərəkatın siyasi büro üzvü Masem Naim izah edib ki, qrup Witkoff planına İsrailin də cavabını alıb. O, bunun Fələstin xalqının heç bir tələbinə cavab vermədiyini hesab edir. Fransa prezidenti Emmanuel Macron İsrailə qarşı siyasətini davam etdirir. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin sosial şəbəkədə yaydığı məlumatında deyilib. Macron cümə günü bildirib ki, Qəzzaya tam miqyaslı humanitar yardımın çatdırılması bərpa olunmazsa, Avropa İsrailə nəzarəti gücləndirməlidir. O qeyd edib ki, İsrailin Qəzzaya humanitar yardım qadağası hələ tam aradan qaldırılmayıb və bu səbəbdən bölgədə humanitar vəziyyət pisləşir. Öz növbəsində İsrail Xarici İşlər Nazirliyi qeyd edib ki, bu həftə Qəzza zolağına humanitar yardım daşıyan təqribən 900 yük maşını buraxılıb və daha yüzlərlə yük maşını əraziyə keçmək üçün gözləyir. Eyni zamanda İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Qəzza humanitar fondunun himayəsi altında humanitar yardım paylama mərkəzləri fəaliyyətə başlayıb. Bunun sayəsində Qəzza zolağının sakinləri artıq 2 milyon ədəd qida və on minlərlə digər yardım dəstələri alıblar. İsveç Rusiya ilə ikitərəfli siyasi əlaqələri dondurub. Ticarət, mədəniyyət və idman sahəsində də əlaqələr sıfıra endirilib. Bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev müsahibəsində bildirib ki, hazırda Rusiya ilə İsveç arasında münasibətlər çətin dövrünü yaşayır. Diplomat baş verənləri Rusiya ilə kollektiv qərb arasında ümumi geosiyasi gərginliyin lokal proyeksiyası adlandırıb. Belyayev vurğulayıb ki, İsveç Avropa İttifaqının və NATO-nun üzvü kimi Rusiyaya münasibətdə qeyri-dost siyasət yürüdür. Rusiya diplomatik missiyanın rəhbəri əlavə edib ki, iki ölkə arasında dövlətlərarası münasibətlərin əsas məqsədi indi qarşılıqlı diplomatik mövcudluğu saxlamaqdan ibarətdir. İsrail Müdafiə Nazirliyi hesab edir ki, Qəzza zolağında işə salınan yeni humanitar yardım paylama sistemi tədricən Həmas hərəkatını anklavda nəzarətdən məhrum edir. The Times of İsrail yazır ki, Qəzza sakinləri yardım məntəqələrini tutaraq Həmasın nüfuzunu sarsıdıb. İsrailin müdafiə rəsmisinin sözlərinə görə bu davranış Həmasın idarəçilik qabiliyyətinə ciddi zərbə vurur. İsrail və Amerikanın dəstəklədiyi Qəzza Humanitar Vəqfi artıq 4 planlaşdırılmış yardım mərkəzindən 3-ünü istifadəyə verib. Bu mərkəzlər vasitəsilə on minlərlə insan yardım alıb və 1,2 milyon nəfərin qidalanması nəzərdə tutulur. İsrail rəsmisi bildirib ki, bu sistem Həmasın yardımlara nəzarətini qırmağı və təşkilatın əhali ilə əlaqəsini kəsməyi hədəfləyir. Onun sözlərinə görə Həmas və bəzi BMT strukturları bu təşəbbüsün uğursuzluğunu istəyir. Hətta Həmas bu sistemə qarşı təbliğat aparır və mülki insanları qorxudur. BMT isə bu yeni yardım sisteminə açıq şəkildə etiraz edir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.